Hər kəsə salam, mən Aygün. Yeni bir video ilə qarşınızdayım. Ümid edirəm ki, artıq davamlı videolar paylaşacağım, çünki uzun müddətdir paylaşmıram və kanalımda aktivliyin nə dərəcədə olduğunu bilmirəm. İnşallah ki, aktivlik olduğu kimi qalıb. Bugün isə üst forma edirik. Düşünürəm ki, maraqlı bir videodur, maraqlı bir, belə deyim, məlumatlandırıcı bir video olacaq, maraqlı bir mövzudur. Ümid edirəm bəyənərsiniz. Manikür videosunu burada paylaşmıram, çünki artıq manikür videosu kanalımda yetərincə var. Dırnağımızın üzərini matlaşdırdıq. Daha sonra tozunu təmiz sildikdən sonra primerini vurduq. Daha sonra bazasını vurub və 60 saniyə quruduruq. Bazanı çəkib qurutduqdan sonra üst formanı seçirik. Üst formanı bazadan əvvəl də seçə bilərsiniz və ya bazadan sonra da seçə bilərsiniz. Heç bir fərq yoxdur. Sadəcə bir-iki nüansa fikir vermək lazımdır. Düzgün forma seçmək lazımdır və ehtiyac olarsa hətta pilkalamaq da olar formanı. Amma formanı düzgün seçməsəniz, dırnağınıza uyğun seçməsəniz, ölçülərini belə düzgün seçməsəniz, o zaman sizdə üst forma alınmayacaq. Ona görə də ehtiyatlı və diqqətli olmaq lazımdır. Əgər sizə də üst formanın dərinliklərini öyrənmək lazımdırsa, istəyirsinizsə üst formanı dərindən öyrənmək, burada mən Instagram səhifəmə qeyd edəcəm. Həmin Instagram səhifəsində mənə direktə yaza bilərsiniz. Mən sizə link göndərə bilərəm. Mənim Telegram kanalıma linkidir. Ətraflı məlumatı Instagramdan ala bilərsiniz. Həmin linkdən keçib üst formanı daha dərindən öyrənə bilərsiniz. Bu arada link keçidini dediyim kimi Instagram səhifəmdən direktə yazıb ala bilərsiniz. Məlumatları oradan ala bilərsiniz. Burada isə formaları seçdik. Daha sonra baxın, mən orada timer quraşdırmışam ki, timerlə işləyəcəm ki, sizə də baxın, göstərim ki, baxasınız ki, neçə dəqiqəyə etmək olar. Bu arada mən bu texnika ilə edəcəm, amma üst formanın bir neçə texnikası var. Onu da dediyim kimi Instagrama yazıb, Telegram kanalıma qoşulub oradan öyrənə bilərsiniz. Bir neçə texnikanı orada paylaşacağım videolarını, amma burada bu texnikanı sizə göstərmək istəyirəm. İlk öncə baxın, uc hissələrinə biraz geli vururam bu şəkildə və bunların hamısını quruduram. İlk öncə 5 barmağı bu şəkildə etdikdən sonra hamısını qurutduq. Daha sonra orta hissəsini biraz gel qoyuruq. Baxın, bu şəkildə. Daha sonra bunu qurutmadan dırnağımızın üzərinə, bu arada dırnağın üzərinə qoyduqda belə, baxın, oturtduqda belə bunun da nüansları var. Bunu da həmçinin Telegram kanalımda ətraflı paylaşıram. Aparatda quruduruq, amma aparat, belə deyim, balaca aparatlardır ki, aparatın içinə saldıqda həmin aparatda qopma, aralama falan ola bilər. Amma üstdən qurutduqda daha yaxşı quruyur. Bu haqda da Telegram kanalımda ətraflı video var. Oradan keçid edib baxa bilərsiniz. Hamısını yapışdırdıqdan sonra əlimizi çeviririk, altını düzəldirik. Bu şəkildə baxın, alt hissələrindən heç çox çıxıntı olmur. 11 dəqiqəyə 5 barmağın hamısına üst formanı yerləşdirdik, daha sonra çıxardırıq. Üst formaları çıxartdıq. Burada heç pilkaya çox ehtiyac yoxdur. Yüngül ucdan, kənarlarla pilkalayırıq. Altdan ümumiyyətlə demək olar ki, pilkalamaq ehtiyac yoxdur. Altdan da yüngülvari pilkalayacağıq. Üst hissəsinin diblərdən əgər axma daşma varsa, onları da frezlə keçəcəyik. Məndə burada biraz çox az miqdarda var üstdən. O dip hissələ, kutikula tərəfdən. Onları isə frez vasitəsilə yüngül keçərək aradan qaldıracağım. Bu arada timer hələ də gedir. İndi özünüz görəcəksiniz ki, neçə dəqiqəyə bu dırnaqlar hazırdır. Baxın, biraz frezlə keçirəm və salam. Artıq 20 dəqiqə idi ki, bütün dırnaqlar hazırdır. Pilka altdan üstdən təmizlənməsi hazırdır və burada mən Aymasın süd rəngi lakından istifadə edəcəm. Bu şəkildə üzərindən bir qat keçəcəm və salam. Daha sonra belə bir stiker var məndə, French formasında. Bunu dırnağın üzərinə yapışdıracağım. Bunu siz deməli
maqqaş, naqqaş, nəsə onunla da yapışdıra bilərsiniz, pinsetlə. Və ya bu şəkildə əlvizlə də yapışdıra bilərsiniz. Amma əlcəyi ilə heç məsləhət görmürəm, çünki əlcəyə yapışır və cırılırlar. Bu şəkildə yapışdırdıq. Sadəcə mən bunu dırnağıma çəkdiyim bir qat lakın üzərinə yapışdırıram. Amma sizdə əgər gelin yapışqanı yoxdursa, baza çəkib, bazanı qurudub daha sonra üzərinə yapışdıra bilərsiniz. Yapışdırdıqdan sonra üzərindən topla keçirəm və budur nəticə. Ümid edirəm ki, bəyənərsiniz. Bəyəndinizsə like etməyi, kanalıma abunə olmağı və şərhlərdə fikirlərinizi yazmağı unutmayın. Sağ olun.